Əvvəlində gördüyünüz kimi dinamodan səs gəlirdi, bir də şkiflərdən səs gəlirdi. İndi şkiflər də sökəcəyik, dinamanı sökdük. Səsə baxın. Qardaşlar, bu dinamoda start edib. Bunların tam başını qoyandan sonra getmək lazım deyil sizə. Qardaş səsə görə yaxınlaşmışdı yanımıza, buna bax. Şotka da demək olar qutardı, sıfırdadır. Bax, bronzu, yakırın başında olur. Görürsünüz, bunu da dəyişirik biz. Bu da yeyilib pis gündədir. Yəni bu sizi uzaq səfərlərə çıxanda, rayon yollarına çıxanda yolda qoya bilər. Bunları vaxtında qulluq elətdirsəniz, maşınınız tam ideal bir şəkildə işləyər. Həm də motorundan səs gəlməz. Motor şübhəsinə düşmərsiniz.